Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Moped sürücülər üçün yeni qaydalar var. Yeni qaydalar nələrdən ibarətdir? Belə ki, artıq mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Bununla bağlı yol hərəkəti haqqında qanuna demək edilib və o dəyişiklik məhz bugündən qüvvəyə minir. Yeni qaydalara görə ölkə ərazisində yollarda mopedi idarə etmək hüququ yalnız A1 kateqoriyalı sürücülük vəsiqəsi əsasında mümkün olacaq. Bundan əlavə mopedlər yol nişanları və nişanlamanın tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolaqı ilə hərəkət etməlidirlər. Həmçinin motosiklet və ya mopedlə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və idarə etməyə mane olan yükün daşınması da qadağan edilir. Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edərək bildirib ki, 2026-cı il martın 26-sından etibarən, yəni bugündən etibarən mopedi idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.